Qurbanı Zilhiccənin birindən alıb, məsələn, heyvanı alır Zilhiccənin birindən, həmin vaxtdan niyyət eləməlidir, yoxsa niyyəti tam nə vaxt başlamalıdır? Yox, niyyət. Şərt deyil Zilhiccənin biri olsun. Sadəcə indi ümumən hamı bilir ki, mən məsələn hazırlaşıram qurban kəsməyə məsələn. Orada bir məsələ var. İndi olub siz soruşacaqsınız. Var suallar. Dırnaq kəsməyi və s. Əgər sən bilirsənsə ki, qurban kəsəcəksən Zilhiccənin birindən, müsəlman ayından söhbət gedir. Birindən ta qurbanı kəsənəcən. Ta qurbanı kəsənəcən dırnaqdır, saçlı götürmürsən. Elə bir ki, özü oxşadırsan həcdə olanlara, ehramda olanlara. Lakin bu fərz deyil. Birdən tutaq ki, sən götürsən dırnağından, saçından götürsən, qurbanın səhihdir. Sadəcə bu müstəhəb əməldir. Bu gəlib sünnədə. Amma birdən tutaq ki, fikrimdə yox idi. Məsələn, gəldi Arafa günü orucu tutdum, sonra bir imkanım düşdü. Fikirləşdim, mən də kəsim. Kəsə bilərsən.